Axırda hesab gələndə qanı qaralanlar, bir həftə əvvəlki məclisin hesabına baxın. Ucuzdur, bahadır, özünüz deyin. Dostum Ceyhun bir ayda deyir sizə super yer tapmışam. Bəs mikrorayon uşaqları burada oturur, gedək peşman olmazsınız. Axır ki o yerə getdik. Soyuq qəlyanaltılardan süzməsi, pendiri, turşusu, kolası, pomidor xiyarı, yəni bir məclis üçün lazım olan hamısından dedik. Buranın toyuq və ətlə hazırlanan özünə məxsus bir yeməyi var. Oy 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 oy, bu nədir? Kənarı kartoflu, ortası qaymaqlı toyuq və can əti ilə hazırlanır. Belə iri qabda gəlir və el dili ilə desək çox dobro görünür. Hərəsindən bir pors dedik. Düzünü desəm dadı çox əla idi. Mənim daha çox toyuqla olan xoşuma gəldi. Ümumiyyətlə qaymaqlı yeməklər üçün ürəyim gedir deyə bu da ləzzət elədi. Turşuları şedevirdi. Yəni hələm evdə belə turşu hazırlanmır. Sonrakı sifarişlərimiz ayrıca 2 pors qaymaqlı can əti, bif straqanov və 1 pors tuşonka oldu. Yeməklərdən hərə birini bəyəndim. Mənsə bilmirəm, çox ac idim ya nədirsə hamısını. Yalandan nəyisə tənqid etməyəcəm. Amma sonda gələn quzu qabırğası. Mənə görə məclisin jackpotu budur. Etiraf eləyirəm ki, indiyə qədər yediyim ən dadlısı oldu. Barbekü və Asiya sosunda hazırlanmışdı və inanın, dadı düşündüyünüzdən də möhtəşəmdir. Gərək düzünü deyəsən. Məkanın 2 ümumi zalı, bir həyəti və qəşəng kabinetləri var. Aurası çox əladır. Caddə Pub 8-ci mikrorayonda Cəfər Xəndan 36-da yerləşir. Və sonda 5 nəfərə gələn hesabımız 122 manat. Adama təxminən 30 manat düşdü. Məclisimiz də Qalatasarayın oyununa təsadüf etdi. Həm Qalatasaray yutdu, həm də biz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.